Yeni inkubatorumuzu yığmışıq. İnşallah bu da Naxçıvana gedəcəkdir. Geçen videoda bunu göstermiştim. Yani şifahi olarak. Deməli, gördüğünüz kimi inkubator qəşəng, səliqəli şəkildə yığılıbdır. Demək, bu inkubator 252 yumurtalıqdır. Deməli, 252 ədəd yumurta tutur. Yenə hədiyyələrimizdir. Gördüğünüz kimi düzələrin su qabısıdır, 2 ədəd. Yem qabısıdır, qrantıdır, şılanqıdır, nə bilim burada kanistiridir. Əlavə su qabısı var içində. Bütün inkubatorların daxilində su qabımız var. Demək, burada sanlikidir. Demək, inkubator tam avtomatik rejimdə işləyir. Tam. Ümumiyyətlə bizim inkubatorlar, həmişə vurğulayıram, bizim inkubatorlar tam avtomatik rejimdə işləyir. Mexanika heç nə yoxdur. Demək, inkubator, bax, bura qədərdir yəni. Bu aşağıdakı başqa inkubatordur. O inşallah yığılacaq. Görürsünüz, balaca bir dənə xudmani inkubatordur. Yığılıbdır, qəşəng səliqəli. Bu da bizim əlaqə nömrələrimiz. Əlaqə nömrələrimizi götürün. Gördüyünüz kimi latoklar hamısı yerində, tam zavatskoy detallarla yığılıbdır. Hər bir şey qəşəng səliqəli şəkildə yığılıbdır. Kimə lazım olsa əlaqə saxlayın. Zəng vurun, əlaqə saxlayın, ətraflı başa salın inşallah. Kimin təsərrüfatı nədirsə, nə üçün istəyirsə, yəni hansı növ yumurta üçün istəyirsə, ümumiyyətlə bizim inkubatorların hamısı universaldır. Bu inkubatorun özü də tam universaldır. Burada istədiyi vaxt qarışıq formada da vura bilər. Qarışıq deyəndə, yəni etabla da vura bilər. Qarışıq da vura bilər. Qarışıq məsəl üçün toyuq yumurtası var, toyuq, ördək var, ördək, nə bilim, qaz var, qaz, fərqi yoxdur. Boş yerin varsa qoy. Qardaş, mənlə əlaqə saxla, qaydasını hamısını deyəcəm. Necə lazımdır, düzdür, bütün müştərilərimizə hamısının qaydasını deyirik. Çıxış vaxtı da altında hansı başlayıbsa çıxışa, altında qaydasını deyəcəm, necə eləmək lazımdır, hamısını çıxardasın inşallah. Və istəyirsənsə, etabla da vura bilərsən. Deyək ki, bugün 20 yumurtam var, vurdun. 2 gündən sonra 10 yumurtam var, gətdin yenə vurdun. 3 gündən sonra 50 yumurtam var, gətir onu da vur, problem yoxdur. Hansının çıxışı başladı, yenə qaydasını deyəcəm, aşağıda çıxışı eləyəsən. Ya da və yaxud istəyirsənsə, polunu doldur. Yenə də polunu doldurandan sonra çıxışı eləyəndə inşallah yenə polunu şəkildə içində çıxış səbətləri ilə rahat şəkildə eləyə bilərsən. Heç bir problem yoxdur. Qəşəng xudmani inkubatordur, səliqəli. Görürsünüz? Bizdə fərqi yoxdur. Baxın, 1000 tutumlu inkubator olsun, 5000'lik olsun, 10.000'lik olsun. Girin səhifəmdə baxın. Balacadan böyüyə qədər heç birində biz detal əskikliyi eləmirik. Çünki detalı biz əgər o birisi detaldan əski eləsək, o qardaş o effekti verməz də və yaxud keyfiyyət də olmaz. Biz qardaş elə şeyə yəni fikir veririk, diqqət yetiririk və balaca ilə böyüyə heç bir fərq qoymuruq. Heç bir müştərimizə fərq qoymadığımız kimi detalları da inkubatorlarda balaca, böyük heç birində fərq qoymuruq. Çünki bu müştəri imkanı balacaya çatır, balacanı alır. Böyüyünkü təsərrüfat qurur, böyük alır. Mən böyüyə qoyduğum detalları gətirib balacaya qoymasam, balacada o effekt olmaz. Və yaxud balacaya qoyduğum detalları götürüb zəif detallar qoysam, o olmaz qardaş. Mən o işi görmürəm. Bir dəfə bilin. Bütün videolarda da var. Hamı görür ki, balaca tutumludan böyük tutumluya qədər bizdə detallar ən keyfiyyətli, ən dözümlü detallardır. Hamısı. Tam orijinal. Kontrollerlə işləyirik. Tam orijinal. Bax, bunu buradan deyirəm. Satanlar da bilir. Başı çıxanlar da bilir. Yəni, mən deyirəm bunu. Bu sistemi Azərbaycanda o 3-4 nəfər bilirsə, onun birincisi mənəm. Birincisi mənəm və Azərbaycanda ən çox bax, bunu işlədən oğlan mənəm. Bax, bunu Azərbaycanda ən çox bunu işlədən mənəm. Məndən çox bunu işlədən yoxdur. Heç bir usta yoxdur. Bax, Azərbaycandan danışıram. Bunu heç kim məndən oturub sporun eləyə bilməz. Bax, bunu bir dəfə bilin. Bunun 3-4 cürəsi var. Belə deyək, firması var. 3-4 cürəsi var. Başa düşdünüz mən nə deyirəm? Hər qiyməti olanı var. Patdelkası var, ortası var, tam orijinalı var. Yəni, kimsə çıxır orada, bu XM18'dir. XM18'in hər cürəsi var.
Alman Mercedes buraxır qardaş. Alman variantı var, Yaponkası var, nə bilim, cürbəcürü var. Başa düşdünüz? Mən onu izah eləmək istəyirəm. Yəni bunun bizdə olan detalların hamısı orijinaldır. Hamısı ən keyfiyyətli detallardır. Ona görə də ki 13 ildir bir dənə problemimiz yoxdur. Şükür Allaha. Heç bir problemimiz yoxdur. Deməli kim bax belə keyfiyyətli, gözəl, qəşəng, səliqəli inkubatorlar istəyirsə, əlaqə saxlasın. Biz bu işdə belə deyək də, yəni artıq asıq. Liderik. Yəni o qədər işləmişəm, o qədər yığmışam ki, yəni bu mənim üçün bilirsiniz nədir? Bir dənə oyuncaq. Yəni təcrübə partlayır da. Başa düşdünüz? Mən onu demək istəyirəm. Allah hər kəsin ruhsunu yetirsin. İndi orada hərə bir cür fikirləşir. Amma bu göz qabağındadır da qardaş. Yəni bu kim istəsə əlaqə saxlasın. Artıq tərifə ehtiyac yoxdur. Bütün Azərbaycan bizi tanıyır. Bu da bizim əlaqə nömrələrimiz. Adil Ustanın inkubatorlarıdır. Şəxsən mən özüm bir boltuna, şurubuna qədər bunları yığıram. Şükür Allaha ki, bu günə qədər problemimiz olmuyor. Bundan sonra da olmayacaq. Və müştərilər də gözəl nəticələr alırlar. Kimə lazım olsa əlaqə saxlasın. 252 yumurtalıqdır. Bütün növ yumurtalıq inkubatorlar yığırıq. Bütün növ, tam universal. İstədiyin yumurtanı rahat şəkildə vura bilərsən, bez problem. Bu Azərbaycanın bir dənə brendidir. İnkubatorun peçatını bax, vallahi deyirəm. Girin baxın səhifədə, girin izləyin, görün kimlər işləyir. Bu töküləcək peçat vurulub alnına. Bu da Naxçıvana gedir inşallah. Bunu da yola salacaq Allahın köməkliyi ilə. Sabahları 2 ədəd inkubatorumuz var. Naxçıvana yola salacaq. Sağ olun.